Rabitəli Nitq Reabilitasiya Mərkəzinin və Smart Education bağçalar şəbəkəsinin sponsorluğu ilə başladıq bugünkü sağlam təhsilə. Sabahınız xeyirli olsun əziz dinləyicilərimiz, Sağlam Radion dinləyiciləri və sizinlə bugün də mən olacağım sağlam təhsildə aparıcınız Samirə və bugün gülüşü ilə dünyamızı həqiqətən də gözəlləşdirən balacalarımızdan, körpələrimizdən, uşaqlarımızdan danışacağıq və bugünün mövzusu uşaq bağçaları ilə bağlı olacaq. Ümumiyyətlə, məktəbə qədər müəssisələr uşaqların inkişafına necə təsir göstərir? Ümumiyyətlə, valideynlər nəyi bilməlidirlər? Məktəbə qədər müəssisələrlə bağlı ən çox seçim edərkən nələrə diqqət etməlidirlər? Və bugün proqramımızda Smart Education bağçalar şəbəkəsinin təsisçisi, direktoru İlgün Valeh qızı olacaq. Sabahınız xeyir olsun, İlgün xanım. Hoş gördük. Və bugün o tək çıxış etməyəcəyi proqramımızda Minika uşaq bağçasının rəhbəri də bizim bugünkü proqramımızda filoloqumuz Nailə xanım Hətəmova da çıxış edəcək və uşaqlarla bağlı bizə geniş məlumatlar çatdıracaq. Sizi də xoş gördük. Hoş gördük. Biraz yaxın əyləşəcəyik Nailə xanım və çox maraqlı bir söhbət mənliqəri təqdim edəcək dinləyicilərimizə. Elə istəyirəm ki, hal-hazırda 2 yaşında və yaxud da ki 1 yaş yarım uşağı olan valideynlər çox diqqətlə qulaq assınlar. Çünki onlar bəzən təbii ki, bu daha çox şamil olunur işləyən xanımlarımıza, işləyən valideynlərimizə və onlar təbii ki, müəyyən bir çətinliklərlə üzləşirlər. Ya dayə axtarışında olurlar ki, uşaqları məşğul olsun və yaxud da ki, ümumiyyətlə yaxınlarından xahiş edirlər ki, uşaqlarla evdə qalmaq, yəni qalsınlar, müəyyən bir onlarından məşğul olsunlar. Mən də istəyirəm ki, əgər Minika uşaq bağçası olsun və yaxud da ki, dediyimiz kimi Smart Education bağçalar şəbəkəsi olsun, proqramımızda çıxış edirlər və niyə də məhz seçiminiz, əziz valideynlər, bu bağça şəbəkəsi olmasın? Biz indi sizə bol-bol məlumatlar ötürəcəyik proqram müddətində və siz də təbii ki, seçimi artıq sonda özünüz yəni edəcəksiniz. İstəyirəm ki, necə oldu ki, bağça yaratmaq qərarına gəldiniz? Bax, bu sualdan başlayım. Əslində, İlgün xanım, siz cavab versəz bu suala daha yaxşı olar. Çünki bağça deyil, artıq bağçalar şəbəkəsidir, maşallah. Biraz bu haqda məlumat verək dinləyicilərimizə. Belə deyim, uşaqlıqdan uşaqlara olan məhəbbətim. Uşaqlara olan sevgimdən İstədim ki, işimi də uşaqlara aid olan bir iş qurum və bunu bağçada gördüm mən. 17 yaşımdan da bağçada təcrübəyə başlamışam. Aha. Özümdə gənc ana olduğum üçün, övladın belə deyim də düzgün yetişməsində rolum olsun deyə. Deməli, 17 yaşında olan İlgün məktəbə qədər hazırlıq müəssisələrinə gedərkən artıq özündə planlaşdırırdı ki, mən gələcəkdə yəni bağça açacağam və mən bu cür mühitdə istəmirəm ki, uşaqlar təhsillərini davam etdirsin. Daha fərqli, daha müasir bir üslubda istəyirsiniz ki, yəni yəqin ki, bu düşüncələr daha çox sizi vadar elədi ki, uşaq bağçalar şəbəkəsini yaratdınız. Bəli. Belə oldu. Fərqlilik etmək istədim. Bizim bağçalar şəbəkəmizdə tək məktəbə qədər deyil, 1 yaşdan 6 yaşa qədər olan körpələrimiz üçün xidmət göstəririk. Hətta onu deyərdim ki, 0 yaş və 1 yaşa qədər dayə xidmətimiz də var. Bu bəzən analara dəstək üçündür. Olur ki, anaların özlərinə aid nəsə işləri çıxanda bizə müraciət edirlər və bunlara pedaqoqlar yox, təbii ki, 0 yaşdan 1 yaş olan uşaqlarımıza həkimlərimiz nəzarətə alır. Bu pediatrlarla işləyirik. Onlar gəlir bir gün içində və yaxud olur ki, 3 günlük qoyurlar, 2 günlük qoyurlar bu şəkildə, amma yatılı yox təbii ki, saat 8-dən 7-yə kimi buna da xidmət göstəririk. Amma hər gün Hər gün qoyanda olan var, arada bir qoyanda var, amma 1 yaşdan 6 yaşa qədər olan xidmətimiz həftənin 6 günü 8-dən 7-yə kimi davam edir. Hətta 6 günü söylədiniz. Bəli, 6-cı günlərdə çalışırsınız. Bəli, 6-cı günlərdə çalışırıq. Bu işləyən analarımızı nəzərə alırıq. Niyə 5 gün işləyirlər, bir gündə özlərini ayırsınlar. Çox qəşəng. Həqiqətən də çox mənliqər ki, faydalı da əslində bu məlumatı verməyiniz. Çünki valideynlər doğrudan da indi təkcə özlərinə təkcə həsr eləmirlər. Bəzən doğrudan da hansısa bir yerlərə getmək məcburiyyətinə qalır. Uşağı o an bilmirlər ki, kimin yanında qoysunlar. Ona görə də məncə də 6 gün işləməyiniz çox sevindirici bir xəbər oldu onlar üçün. Minika uşaq bağçası. Minika adını bir balaca açıqlasaq, yəni bu
minik, yəqin ki, o anlama gəlir. Minnoş, minik, küçücük, Aha. körpələrə aid Maraqlı olduğu addır. üçün maraqlı adı, bəli. Düşünürəm ki, valideynin diqqətini addan başlayır, çəkə bilərik. Yəni maraqlı ad olanda valideyn bağça axtarışına girəndə maraqlı adlar onların diqqətini hökmət Ümumiyyətlə çəkir. maraqlı adlar seçmisiniz. Yeləncək, Suna, sonra Piramida, Bəli, bir də minika. Minika. Əla. Və bu gün qonağımız deməli Minika uşaq bağçasının rəhbəridir, filoloqumuz Nailə xanım Hətəmovadır. Nailə xanım, istəyirəm sizi yaxından tanıyaq. Necə oldu ki, məhz siz məktəbə qədər hazırlıqda, məktəbə qədər hazırlıq müəssisələrində işləmək qərarına gəldiniz. Sizdə də həvəs, yəni gənc yaşlarından başladı qızınız kimi. Yəni mən burada artıq söylədim ki, artıq dinləyicilərimizə də məlum oldu ki, hər iki, yəni qonağımız ana və baladır. Bəli. Mən 1916-cı ildən, hətta 2016-cı ildən mən bağça şəbəkəsində işləyirəm. Özüm əslində dövlət müəssisəsində işləmişəm. Sonra İlgün xanım bir qədər obyektlərin sayı artdığı üçün mənə dedi ki, mama, sən də pedaqoqsan, bağçaların birində işləmək ehtiyacım var, sizin işləmənizin ehtiyacı var. O yüzden gəldim və çox şadam ki, mən həmin müəssisədə rəhbərlik edirəm, işləyirəm. Aha. Yəni bir növ filoloqluğunuzu hələ ki bir balaca kənara qoysanız da, amma bu sizin məhz bağçalar şəbəkəsində çalışmağınızda hardasa mənə gəlir yardım edir. Bağçalar Mütaliələr şəbəkəsində olmağımıza baxmayaraq bizdə hazırlıq qrupu da var. Elə mənim filoloq olmağım da bir qədər köməyə çatır. uşaqların inkişafına təsir edir. Yəqin ki, onlara daha çox oxu mədəniyyətini belə deyək, təbliğ edirsiniz. Təbii. Nə Bizdə gözəl. açıq dərslər olur, hazırlıq qruplarında, böyük qruplarda açıq dərslər olur. Orada da mən həm pedaqoqlarımıza, həm də uşaqlarımıza kömək edirəm. Aha. Nailə xanım, deməli Minika uşaq bağçasının rəhbərisiniz. Və yəqin ki, başlayarkən artıq bu fəaliyyətə idarə etməyə başlayarkən sizin də planlarınız var idi. Başqa cür yəqin ki, uşaq bir bağçası yaratmaq, yəni fikirləriniz, ideyalarınız da var idi. Daha müasir bir şəkildə istəyirdiniz ki, siz fəaliyyətinizi davam etdirəsiniz. Məsələn, nə idi sizin gətirən düşüncələriniz mənim üçün maraqlıdır. Gətirən digər bağçalardan fərqli olaraq valideynlər də bilirlər ki, bizim bağçamızda digər bağçalardan fərqliliklər çoxdur. O fərqliliklərin də yaradılmasında mən özüm şəxsən iştirak etmişəm. Düşünmüşəm ki, bu daha da bir bağça sahəsində yenilik olar. Ən çox uşaqların inkişafında nəyə diqqət edirsiniz? Uşaqların inkişafında ən çox diqqət edirik. Onların birinci əqli və zehni inkişaflarına daha çox diqqət edirik. Məsələn, onların ağır və yüngül motorikaların inkişafına, qavrama qabiliyyətlərinə daha çox diqqət edirik. Bilirik ki, bağça məktəbin astanasıdır da. Məktəbə getməyə hazırlaşan uşaqlarda pedaqoji fəaliyyətimizi inkişaf etdirərək onlara dərslərin öyrədilməsinə. Neçə yaşından qəbul edirsiniz? Sizdə də məsələn çox kiçik yaşda götürülür uşaqlar. Bizdə də 1 yaşından daha çox qəbul var, ancaq hazırda bizim bağçamızda 8-9 aylıq uşaqlar da var. Aha, daha sonra 1 yaşından qəbul Hansı edirik, məsələn qruplara bölürük uşaqları. 1-3 yaş qrupu, körpələr qrupu olur, 3-4 orta qrupu olur, 4-6 məktəbə hazırlıq qrupu olur. Azərbaycan və rus dillərində dərslər keçirilir. Təkcə Azərbaycan, rus dili. Azərbaycan, rus dili. Xarici dillər belə düşünürsünüz? Xarici Ümumiyyətlə dil, gələcək. ingilis qrupumuz var, ancaq nədənsə hələ o qrupa yönəlmir uşaqlar. Aydındır. Rus bölməsində ümumiyyətlə qəbul necə olur? Yəni sırf olaraq rus dilli valideynlər Bəzən olur müraciət ki, edir. Azərbaycan dilli valideynlər də gətirirlər uşaqları, ancaq onların da öhdəsindən gəlirik. Davam etdirəcəyik sizlə söhbətimizi. İlgün xanım, sizlə istəyirəm ki, biraz danışaq. Baxın, demək həm Yeləncək olsun, həm Minika olsun, həm digər bağçalar şəbəkəsi. O yəqin ki, valideynlər də seçim edərkən şəhərin hansısa yerində yerləşməsi onlar üçün çox önəmlidir. Daha rahat olsun. Minika uşaq bağçası və yaxud Yeləncək əsasən hansı şəhərin ərazilərində yerləşir? Yeləncək uşaq bağçamız Yeni Yasamaldadır, Əsəd Əhmədovda. Minika uşaq bağçamız Azadlıqda yerləşir. Prospekt Yox, Azad metro Azadlıq məhəllədə, bəli. Varovskiyə
bildim. Aha, Rəsulzadə qəsəbənin yanında, bəli. Suna Uşaq Bağçası Xalqlar metrosunun yaxınlığındadır. Piramida tədris mərkəzimiz də Lökbatanın mərkəzində yerləşir. Əla. Mən elə gəlir ki, bir balaca Lökbatan düşündünüz ki, yəqin ki, orada biraz fərqli bir bağça yox idi deyə ona görə orada tədris mərkəzidir əslində. Orada tədris mərkəzinin nəzdində mini bağça gedir, saatlıqdır o. Məsəl üçün 9-dan 12-yə kimi və 2-dən axşam saat 6-ya kimi. Orada yatılı deyil. Tədris mərkəzi Lökbatanda açmaqda məqsədim biraz belə deyək də monitorinq keçirdikdən sonra ehtiyac olduğunu duydum. Bəli, çox güman. Və gözəl mütəxəssislərlə orada fəaliyyət göstəririk və yaxşı uğurumuz var. Yəqin ki, o ərazidə yaşayanlar çox sevindilər. Bəli. Belə bir bağçanın açılmasına, çünki fərqli bir bağçadır. Hər halda uşaqlarının inkişafı üçün valideyn çalışır və bərabər həm valideyn, həm müəllim, həm də ki uşaq bu üç tandem əsasında təbii ki, uşağın inkişafına nail olmaq olacaq. Mənə elə gəlir ki, ən vacib faktorlardan biri valideynlər nəyə diqqət edirlər seçim edərkən? Bax, nə istəyir? Valideyn uşağını bağçaya qoyarkən əsasən nə istəyir? Ümumiyyətlə, bağça bizə lazımdır. Bağça lazımdır. Aha. Uşaqların adaptasiyası, məktəbə adaptasiyası bizdən başlayır. O hökmən bağçadır. Uşaqlar üçün lazımdır, onların inkişafı üçün. Valideyn nəyə diqqət etməlidir? Valideyn, əslində gələn valideynlərimiz ilk sualları yemək olur. Hansı şəkildədir, necədir, gündə neçə dəfədir? 5 dəfə qidalanmamız var. Onlar üçün çox sevindirici hal olur ki, ən yaxşı 5 dəfədir. Çünki 8-dən 7-yə kimi iş rejimi olduğu üçün 5 dəfə onları belə deyim də qane edir. 7-yə kimi olmaq da çox əladır. Bəli. Ondan sonra valideyn diqqət edir, birinci şəraitə, istiliyə diqqət edir. Ondan sonra keçirlər pedaqoqlara və s. bu cürə diqqət edirlər. Amma mən deyərdim ki, əlbəttə ki, şərait vacibdir, uşağın isti mühitdə olmağı, hər tərəfli qane olmalıdır. Amma birinci pedaqoqlardan başlamalıyıq. Çünki onlarla səhərdən axşama qədər onların qayğısında qalan pedaqoqların əsl pedaqoq olması vacibdir. Yəni, bağça seçərkən ona hökmən diqqət olunmalıdır. Nəyə fikir verirsiniz pedaqoqlar seçərkən? Çox yerdə təcrübə istəyirlər, amma belə deyim, mənim belə prinsiplərim var ki, təcrübəyə çox önəm vermirəm, çünki zaten onları biz öyrədirik. Özünüz yetişdirirsiniz? Bəli, özüm yetişdirməyi çox sevirəm. Elə olur ki, sıfır təcrübə ilə götürüb, yaxşı mütəxəssislərim var ki, artıq 8 ildir mənimlədilər və əməkdaşlıq edirik, fəaliyyətdəyik. Mən birinci insani keyfiyyətə, uşaq bağçasında işləyən insanın, belə deyim, deməzdim analıq instinkti yüksək olmalıdır. Yox, insani keyfiyyəti çox yüksək olmalıdır ki, uşağa davranışlarına fikir verməlidir. Bu çox önəmlidir. Əsəbləri yerində olmalıdır. Bu da çox önəmlidir. Çünki uşaq bağçasıdır, bir qrupda 15-16 uşaq. Elə ola bilər ki, insanı özündən çıxarda bilər və pedaqoq özünü toparlamağı bacarmalıdır ki, uşaqlara yanlış addım atılmasın. Çox doğru. Ailə qayğılarını evdə qoyub gəlməlidir. Bəli, hökmən. Çünki bəzən bunu daşıyan müəllimlər də var. Həqiqətən bu çox bariz bir nümunə kimi göstərə bilərəm. Çoxdur rast gəlirik belə valideynlərə, daha doğrusu müəllimlərə. Dərhal bu hiss olunur. Davranışda da artıq valideynlər münasibətində, danışığında da hiss olunur ki, bu evdə bir problem yaşayıb gəlib. Bəli. Yəni bu çox vacibdir, mən sizə deyim. Çox vacibdir və mən qəbul edərkən mütləq şəkildə bunu təlimatlandırırsınız da, yəni. Və birinci sözümdə olur ki, biz ana, bacı, övlad olduğumuzu unuduruq qapının çölündə. İçəri girərkən biz özümüz uşaq olaraq daxil oluruq o müəssisəyə. Çünki o körpələrlə biz uşaq olmalıyıq ki, onları düzgün yetişdirək. Onları başa düşməmiz üçün onların yaşına enməmiz vacibdir. Nailə xanım, sizdə də necədir? Məsələn, özünüz qəbul edirsiniz də, yəqin ki, bu işə götürərkən müəllimləri. Nəyə diqqət edirsiniz? Əlavələr olaraq deyə bilərəm ki, valideyn bağçaya uşaq qoyarkən nə seçimi edir?
Birinci, həyətyanı sahəsini daha çox fikir verirlər ki, bağçanın həyətyanı sahəsi varmı? Yəni gündə həyətə çıxartmaq, hava qəbul etmək, belə çox fikir verirlər. Bir də ki, müəllimələrin uşaqlarla rəftar qaydasını daha çox soruşurlar. Onların şəxsi keyfiyyətlərini soruşurlar ki, uşaqlarla necə rəftar olur? Bu yaxşı rəftar olmaq üçün düşünürəm ki, müəllimədə uşağa böyük sevgi olmalıdır. Necə ki, öz övladına sevgi bəsləyir, bağçada da işlədiyi zaman uşağa böyük sevgi olmalıdır. Daha çox bağçanın gigiyenik qaydalarına, təmizlik işlərinə fikir verirlər. Məkanın evlərinə yaxın olmasına fikir verirlər. Mən ona görə soruşdum ki, hansı ərazilərdə məkanın yerləşir? evə yaxın olması çox böyük rol oynayır, belə deyərdim. Bunlara daha çox fikir verirlər, bəli. Nəzarət dediniz. Məsələn, valideyn narahatdır da, uşaqla necə münasibət edir. Amma konkret olaraq siz məncə hər bir valideynə yəni izləmək üçün imkanlar yaradırsınız. Müşahidə sistemi var. Onlayn müşahidə sistemi var. Bu valideynlərin telefonlarına, valideynlərin telefonlarına yerləşdirilir. Təbii ki, onlar müşahidə edirlər və arada bəzən olur ki, özüm də misal üçün əməkçimi göndərirəm. Uşağın adi halda şəklini çəkir, tutaq ki, yediyi halda, oynadığı halda bu valideynləri daha çox ruhlandırır ki, qayğıya baxın, onlaynla əlavə bizə çəkib də göndərirlər. Bütün otaqlarda müşahidə kameraları var. Bütün otaqlarda, həyətyanı sahədə, hətta küçə bağçadan kənarda. Aydındır. Onda əlaqə nömrənizi mən söyləyim. Dinləyicilərimiz hal-hazırda bizə qulaq asırlar. Deməli, Smart Education bağçalar şəbəkəsinə ümumiyyətlə zəng edib əlaqə saxlamaq da olar, amma konkret olaraq bu gün studiyamızda Miyika uşaq bağçasının rəhbəri olduğuna görə siz istəyirsiniz əlaqə nömrənizi söyləyin. Məsələn, necə əlaqə saxlasınlar valideynlər? Bağça ilə maraqlananlar 055 411 3061 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Aydındır. Amma ümumiyyətlə adı çəkilən bağçalarla bağlı, məsələn, ərazilərinə görə fərqlənir də, yerləncək olsun, piramid olsun, sona olsun, onlarla bağlı istəsəz müraciət edəsiz. O zaman mən bir nömrə deyəcəm, qeyd edin, 050 988 30 62. Təkrar edirəm, 050 988 30 62. Söhbət Smart Education bağçalar şəbəkəsindən gedir. İlgün Valih qızı elə reklam arasında da biz həqiqətən də bu uşaqlarla bağlı maraqlı bir söhbət apardıq. Sadəcə onu eşitmək lazım idi. İndi istəyirik ki, onları yavaş-yavaş elə efirə də yansıdaq. Birazdan bu haqqda da siz eşidəcəksiniz. Və Miyika uşaq bağçasının rəhbəri filoloq Nailə Həstəmova bugün studiyamızdadır. İlgün xanım, deməli reklam arası vizəsində öyrəndik ki, sizdə bağçalar şəbəkəsində xarici dillər öyrədilir uşaqlara. Bəli. Bizdə həftədə 2 dəfə bütün bağçalarımda ingilis dili tədris olunur və Xalqlar filialında hətta ingilis qrupamız da var. Hardakı 6-7 uşağımız var ki, orada bütün dərsləri, danışıqlar, hər bir şey ingilis dilindədir. Bu hansı yaş qrupuna aiddir? Bu 3-6 yaş qrupuna aiddir. Hətta mart ayından inşallah ki, alman dili də həftədə 2 dəfə olmaqla tədris olunacaq bizim şəbəkəmizdə. Mən sizə deyim ki, son illərdə artıq alman dilinə maraq mənə gəlir ki, çox artıb. Bəli, çoxdur. Həqiqətən öyrənmək istəyənlər alman dilini daha artıb. Tələbat olduğu üçün mən də düşünürəm ki, bizim bağçamızda da ola bilər, niyə də olmasın. Qavraya bilirlərmi ən əsas uşaqlar? Bəli. Əslində belə götürsək, bəli, olur problemli uşaqlar ki, hardakı biz onları xarici dildən çəkindiririk, nitqinin düzgün inkişafı üçün, amma 7 yaşına qədər hər bir uşaq 7 dil öyrənə bilər. 3 yaşından sonra amma bu başlamalıdır. 3 yaşından. Əslində ailənin də dəstəyi çoxdur. Yəni bazı ailədən gəlməlidir. Bizim müəssisəmizdə 1-3 yaş qrupunda bilingual təhsildir. O 2 dildir. Yəni həm rus dili, həm Azərbaycan dili tədris olunur. Çünki körpə uşaqlardılar. Ona istədik-istəmədik Azərbaycan dilində, ana dilimizdə müraciət etməliyik, bəli. Valideyn də var deyir ki, mən uşağımı rus dilində yetişdirmək istəyirəm, təhsil də rus dilində olacaq. Ona görə biz qərar verdik ki, ora bilingual təhsil olsun. 3 yaşdan sonra sektor seçimini valideyn öz istəyi ilə edir. Azərbaycan sektoru, ingilis sektoru, rus sektoru. Bu bütün filiallarınıza şamil olunur. Bəli, bu bütün filiallarımıza şamildir. İstəyirəm Nailə xanım da bu barədə məlumat versin. Nailə xanım, sizdə də var Miyika uşaq bağçasında. Bəli, Smart Education şəbəkəsi altında birləşən bütün bağçalarda var. Eyni zamanda Miyika bağçasında bizdə qrup məşğələləri olur. Qrup məşğələlərindən əlavə var dərnəklər.
İngilis dili dərnəyi, şahmat, musiqi, rəqs, gimnastika, kapoeira dərnəkləri. Bunların hər birisi həftədə 2 dəfə öz məşğələlərini qruplarda keçirirlər. Aha, şahmat dərnəyi də var. Şahmat dərnəyi də var. Çünki bəli. ən çox uşaqlara valideynlər istəyir. Şahmat həm də əqlin inkişafına çox böyük təsir edən amildir. O yüzden də şahmat dərnəyi ilə maraqlanan uşaqlar daha çoxdur. Mən deyərdim ki, dərsdən əlavə fərdi də istəyirlər ki, şahmat, ingilis dili, rəqs, gimnastika ilə maraqlansın. Gimnastika həm müalicəvi gimnastikadır, həm də sadə gimnastikadır. Aydındır və buna da diqqət edəcəklər valideynlər məncə seçim edərkən. Bir də məsələn davranışları fərqli olan uşaqlar var da, hər ailədən gəlir. Təbii ki. Bu da normaldır, çünki ailələr də müxtəlifdir və istəyirəm ki, bax bu cür məsələn emosional uşaqlar var, hiperaktiv həddindən artıq olan uşaqlar var. Əksinə belə deyək, çox sakit, indi mən özünə qapanan uşaqlar var. Məsələn də adını çəkməyəcəm, başqa bir xəstəliklər keçirən uşaqlar. Ümumiyyətlə bunlarla necə rəftar olunur və ümumiyyətlə onların münasibət pedaqoqlar tərəfindən necə olmalıdır? Hər bir pedaqoq bilməlidir ki, bağçaya bir ailədən yox, bir neçə ailədən uşaqlar gəlir. Olur ki, bəli, bağçada həm nitq geriliyi olan uşaqlar, həm də psixoloji durumunda çətinlik olan uşaqlar gəlir. Bəli. Deyərdim ki, onlar tutaq ki, hansı bir reabilitasiya mərkəzinə gedib təlim götürürlər. Reabilitasiya mərkəzi özü onlara bütün seansların keçəndən sonra məsləhət bilir ki, uşaq mütləq bağçaya getməlidir. Həm sosiallaşmasına, həm də onların tutaq ki, nitq geriliyi varsa, uşaqlarla kontakta girəcək, sosiallaşacaq və mərkəzdə keçirilən təlimlərdən tən yarı elə bağça kömək edir. Hətta bağçaya gələn valideyn deyir ki, heç seans keçəndə bu qədər irəliləyiş yox idi, bağçaya gələndən sonra mənim uşağımın dili açılır. Buna görə də həmin uşaqları nəzərə alaraq pedaqoqlarımız o uşaqlara daha individual yanaşırlar. Onlarla dialoq qururlar, onlarla məsələn fasilə vaxtı daha çox söhbət edirlər. Bu uşaqlara individual yanaşmaq lazımdır ki, nitq geriliyi aradan qalxsın və yaxud da ki, psixoloji durumunda. Belə uşaqlara bağçanın köməyi çox böyükdür. Valideynlərin ümumiyyətlə uşaq böyüdərkən etdikləri səhvləri də yəqin desəz daha yaxşı olur. Çünki günün çoxunu mən belə başa düşdüm ki, saat 7-yə qədər yəni bağça fəaliyyət göstərir, daha sonra evə gedir və həftə sonları da çox vaxtı valideynlə keçirir uşaq. Sizcə nə səhvlər daha çox Deyərdim ki, günümüzün valideynlər tərəfindən uşaq böyüdərkən? Bəli. Günümüzün ən qlobal məsələsi elə budur. Mən uşağı necə böyüdüm? Budur sual altında valideyn düşünür, düzdür. Amma bəzən xətalara yol verir. Xətalara yol verməliyik. Daha addımlarımız doğru olmalıdır ki, gələcək həyatında uşaq misal üçün bu daha geniş pillə almasın bu xətalarımız. Məsələ uşaq tutaq ki, bir oyuncağa görə ağlayır. Valideyn bəzən olur ki, elə bizim özümüzün də yanımızda olub ki, uşağa irad tutur ki, kəs səsini, bəsdir, konsert verdin və s. Bu, valideynin uşağa yanaşma, səhv yanaşma tərzidir. Belə olmamalıdır. Valideyn uşağı mülayim tərzdə, həm onun səhvini ona başa salaraq, həm də ki, mülayim tərzdə yanaşma tərzi ilə onu doğru yola çəkə bilər. Məsələ, yanaşma tərzi nə qədər səhv olarsa, bu gələcək illərdə daha yüksək pilləyə qalxacaqdır. Lazımdır ki, onu doğru yola çəkmək üçün onun səhvini ona, misal üçün, tutaq ki, cəza forması ilə hansı cəza verməlidir uşağa? Uşağın ən sevdiyi oyuncağını onun əlindən alır, tutaq ki, bir gün, 2 gün. O uşaq anlayır ki, mən hansı səhvi etdim ki, məndən oyuncaq alındı. Və yaxud da ki, bağçaya gəlir, tutaq ki, ağlayır da uşaq. Gedəndə valideyn bir də görsən, elə yolda da eşidirik, həyətdə də eşidirik, deyir ki, sən niyə ağladın, ağlamamalısan, belə falan. Amma valideyn ona deməlidir ki,
bax müəllimə səndən çox razılıq etdi. Xoşum gəldi. Mən səndən fəxr duyuram. Uşağın nöqsanını onu oxşaya-oxşaya, sevə-sevə deməlidir. O zaman bu uşaqlarda olan nöqsanlar aradan qalxır. Yəni belə çıxır ki, hardasa valideynlərin özü ilə də işləmək lazım gəlir də. Bəzən olur ki, bəlkə də düzgün deyil bu deməyim. Hərdən deyirik ki, uşaqlarla işləmək çox asandır. Valideynlər elə iradlar tuturlar ki, düşünürəm ki, valideynlə işləmək daha çətindir. Yox, mən sizə bir söz deyim. Həqiqətən də valideynlər bəzən etiraf edirlər ki, bağçada bəs bu qədər uşaqlara baxan bir müəllim olur. O necə baş çıxarır? Çünki ev şəraitində həqiqətən də valideyn 1 saat, 2 saat, 3-cü saatda artıq yorulur da, tükənir. Onu da qeyd edən valideynlər var təbii ki. Bax qulağımız eşidir, uşaq gəlir, qarderobdan çıxır, uşağı valideyn müəllimə təhvil verir valideynə. Elə dəhlizdə soruşur. Müəllimə bu gün səni döymədi ki, müəllimə səni incitmədi ki. Bax valideynin ilə səhvi burdan başlayır. Amma uşağında olan dəyişiklikləri görən valideynlər də var. Çoxdur, məsələn, bəli. Çox minnətdarlığını bildirənlər də var, əlbəttə ki. Evə daxil, məsələn, bizdə də var, ona görə deyirəm. Evə daxil olarkən ayaqqabılar cütlənir. Yəni bunu biz artıq bilirik ki, deməli bağçada bunu daha çox belə də öyrədirlər, aşılırlar yavaş-yavaş və yaxud da ki, əşyasını aparır qoyur məsələn dəhlizə, şkafın üstünə. Yəni o özü Montessori təlimdə uşaq özünü idarə etməyi bacarmalıdır, həm yeməyində, həm geyinməyində. Bağçaya gələn uşaq əlbəttə ki, motorikası, yüngül motorikası yoxdursa, o əlində qaşıq tuta bilməyəcəkdir. Biz onu öyrədə-öyrədə, yeməyi də öyrədirik, paltarını geyinməyi də öyrədirik. Bəzən elə olur ki, uşaq bildirir ki, mən yerimi özüm yığım. Bəli, bunu da buna kimi müşahidə eləmişik. Bəli, valideyn gəlir deyir, uşaq 10 gündür bağçaya gəlir, tutaq ki, səhər-səhər durub ayaqqabılarını qoyub qapının kənarına ki, mən bağçaya getmək istəyirəm. Belə hallar çoxdur. Ümumiyyətlə get-gedə belə hallar olmalıdır, olurdu da. Həqiqətən, yox, dəyişiklikləri görən və etiraf edən valideynlər var. Nə yaxşı ki var. Mən istəyirəm ki, bir daha əlaqə nömrənizi dinləyicilərimizə xatırladım. Smart Education bağçalar şəbəkəsinə də aiddir Minika uşaq bağçası. Əgər istəsəz, buyurun müraciət edin. Nailə xanım bir daha nömrələri deyəcək. 055 411 30 61 Minika uşaq bağçasına müraciət edin. Və yaxud da ki, Smart Education bağçalar şəbəkəsinin digər filiallarına müraciət etmək istəsəz, o zaman 05988 30 62 nömrəsi ilə əlaqə saxlayın. Mən bir daha xatırladım ki, dinləyicilərimizə həm də Smart Education bağçalar şəbəkəsinin iş fəaliyyəti də maraqlıdır. Deməli, səhər saat 8-dən axşam saat, yəni belə deyək, səhər saat 8, axşam saat 19:00-a qədər bağça fəaliyyət göstərir. Bağçada xidmətlər Rus, Azərbaycan, ingilis dili tədris olunur, kapoeira rəqsləridir bizdə, gimnastikadır, şahmatdır, milli rəqsdir, musiqi dərsləri keçirilir və həftədə 2 dəfə olmaqla qrup terapiyaları da həm loqoped tərəfindən, həm də psixoloq tərəfindən olur. Təbii ki, ehtiyac olan uşaqlara belə deyim, bağça daxilində seanslarda keçirilir. Aydındır. Xarici dilləri ümumiyyətlə tədris etməyə doğrudan da bir vaxt aparır, amma elə mərkəzlər də var ki, World Career peşə mərkəzi kimi məhz xarici dillərin öyrədilməsi onlarda çox asandır, rahatdır. İnsanlar artıq müraciət edərkən bunu ilk vaxtlardan müşahidə edirlər, özləri də hiss edirlər ki, qısa bir müddət ərzində, məsələn, xarici dildə yavaş-yavaş danışmağa başlayırlar. Bəzən vaxt baxımından giləylənirik ki, vaxtımız yoxdur xarici dil öyrənməyə, kursa getməyə lazımdır. Bu yollar baxımından, tıxaclar baxımından da bizdə bir necə deyim, bir bəhanə də gətirir, amma sizin üçün elə bir rahat bir qrafik təşkil olunacaq ki, bu tıxaclar sizə bu bəhanələri uydurmağınıza bir maneə olmayacaq, deyim sizə. Həqiqətən də qrafik günün istənilən saatında siz dərs keçirsiniz bu qrafika əsasən və onlayn şəkildə dərslər keçirilir, xarici dil öyrədilir. Evinizə müəllim təyin edə bilirlər. Xanımlar məsələn daha çox evdə uşaqla məşğul olarkən həm müəllimlər uşağınızın məktəbə qədər hazırlığı ilə bağlı, məşğələləri ilə bağlı ona kömək edəcək, bir növ dərslərində kömək edəcək, həm də sizin özünüz əziz xanımlar, analar xarici dili öyrədəcəklər. Söhbət World Career peşə mərkəzindən gedir. İstəsəz bu dəqiqə
dəqiqə zəng eləyin, əlaqə saxlayın. Hətta mən unutmadan deyim ki, iş yerinə də belə müəllimlər təyin olunur. İş yerinizdə də siz elə heç nəyə mane olmadan, iş prosesinə mane olmadan bu dilləri öyrənə bilirsiniz. 055 674 72 30 WhatsApp nömrəsidir. Məsələn, orada yazışırsınız, əlavə məlumatları əldə edirsiniz. Bir daha xatırladım, 055 674 72 30. Bu fürsəti qaçırmamağınızı mən tövsiyə edərdim. Sağlam təhsil davam edir. Sağlam təhsil sizi xoşbəxt gələcəyə aparan qapı. Axı bizim bir sponsorumuz da var. Rabitəli Nitq Reabilitasiya Mərkəzindən danışmaq istəyirəm. Uşaqlar daha çox nitq qüsurları ilə bağlı əziyyət çəkəndə valideynlər dərhal təlaşa düşürlər və mərkəzlər axtarırlar. Biz sizə rahat bir mərkəz deyəcəyik. Rabitəli Nitq Reabilitasiya Mərkəzi. Elə onların işi bundan ibarətdir ki, qısa bir müddət ərzində uşağınızla məşğul olacaqlar. Nitq qüsurunun əmələ gəlmə səbəblərini araşdırıb və aradan qaldıracaqlar. Daha sonra artıq həkim laqabedlər hər uşaq üçün ayrıca hazırlanan fərdi məşqləri etməklə bu problemləri aradan qaldıracaqlar və qısa bir müddət ərzində siz özünüz də bu dəyişiklikləri görmüş olacaqsınız. Əsas odur ki, əziz valideynlər, bu terapiya müddətində, məşqlər müddətində siz evdə uşağınıza planşet və yaxud telefonu verməyəsiniz. Çünki birbaşa olaraq məşğələnin demək olar ki, terapiyanın düzgün aparılmasına da hardasa siz maneə yaradırsınız. Ona görə də çalışın uşağınızla ünsiyyət qurun və o dəyişiklikləri, nitq qüsurlarının aradan qaldırmasını özünüz şahidi olacaqsınız birbaşa olaraq qısa bir müddət ərzində. Bunun üçün 050 867 27 43 nömrəsini yığmalısınız. Təkrar edirəm, 050 867 27 43. Qış fəslini yaşayırıq. Təbii ki, qışda bəzi uşaqlar mütəmadi olaraq bağçaya getdikləri halda, amma bəziləri ara-sıra xəstələndiklərinə görə, ümumiyyətlə qrip viruslarına və yaxud digər respirator virusları yoluxduğuna görə, tez-tez xəstələndiklərinə görə bu məşğələləri, bu hazırlıqları biraz yarımçıq qoymaq məcburiyyətinə qalırlar. Valideynlər düzmü edirlər uşaqları bağçaya qoymamaqla, yoxsa sizin üçün heç bir problem yoxdur deyə bilərsiniz ki, yox, uşaqlar qalmasınlar dərslərdən, məşğələlərdən gəlsinlər. Yox, belə deyim. Bizdə hər gün səhər uşaq qəbulunda həkimimiz dayanır. Qəbul etdikdə gözümüzlə gördüyümüz konjunktivitdir, qripdir, öskürəkdir, bu şəkildə olan xəstəlik olanda, bəli, biz onları geri qaytarmaq məcburiyyətində qalırıq. Çünki bir uşağı o şəkildə qəbul etdikdə avtomatik yayılmalar gedəcək və bu bağçada xəstəliyin sayını çoxaldır. Olur ki, valideynlər də anlayışla qarşılayırlar, sağ olsunlar. Bu inkubasiya dövrü 3 gün keçdikdən sonra əgər uşağın temperaturu yoxdursa, bizə gətirə bilərlər. Amma olur da ki, uşaq gül kimi sağlam gəlib, yatır durur, qızdırma ilə də qalxa bilir və həmən biz onu həkim otağına izolyasiya edirik, valideynə xəbər veririk, valideyn gəlib uşağını aparır. Mütləq şəkildə nəzarət ilk elə saatlarda başlanır. Bəli. Aha, bu hər gün Bu hər gün, bəli. Hər gün həkim, bəli, nəzarətdə olur. Nəzarətdə saxlanılır. Nə yaxşı. Çünki mən indi respirator virus infeksiyalarından bağlı danışdım, amma bəzən uşaqlar qızılcaya da yoluxurlar, məxmərə də. Çünki o an bilirsiniz ki, elə bir dövrdür ki, tam hiss eləməyə bilir də valideyn. Qısa bir səpkilərlə, xırda səpkilərlə başlanır, amma fərqində olmur. Amma o an mütləq şəkildə müdaxilə olunmasa, bu düşünün ki, bir qrupda nə qədər uşağın yoluxmasına, ümumiyyətlə bağçada nə qədər uşağın yoluxmasına, yəni gətirib çıxara bilər. Biraz təhlükəsizlik baxımından da istəyirəm məlumat alım sizdən. Yəni bütün bağçalar şəbəkəsinə təbii ki aiddir, amma Nailə xanım burada indi Mimika ilə bağlı danışa bilər. Təhlükəsizlik necə təmin olunur? Məsələn, hər insan gəlib uşağı götürə bilərmi bağçadan, yaxın insanlar fərq etmir? Yoxsa xüsusi nəzarət edirsiniz ki, ən yaxın insanlar olmalıdır? Təbii ki, elə bu təhlükəsizlik uşağın bağçaya qəbul dəqiqəsindən başlayır. Biz valideynə xəbər edirik ki, məsələ uşağı gətirir ata, ana və yaxud da ki, ola bilsin ki, yanında nənə. Uşağı qəbul edərkən kimi görürüksə, biz qaytaranda da həmin adamlara qaytarırıq. Digər əmi, dayı gələrsə, yanımızda əlaqə saxlanılır valideynlə, valideyn razılıq verərsə, biz uşağı veririk. Heç zaman başqa adama uşaq vermirik.
Yəni bunun üçün tədbirlər görülür. Əlbəttə ki. Çox gözəl. İstəyirəm biraz uşaqların da sosial bacarıqları haqqında danışaq. Təbii ki, məqsəd odur ki, uşaq təbii ki, gününü orada keçirəndə əyləncəli oyunlarla yanaşı, həm də onların bir bacarıqları da üzə çıxsın. Təbii Onların ki. inkişafı üçün hər hansı bir metodikalardan da istifadə olunur. Bölüşə bilərsiniz bizimlə, fərq etmir. Sosial bacarıqlar hər uşaq individualdır. Onları pedaqoqlar əslində belə deyim, kəşf edir ki, hansı uşağın nəyə marağı çoxdur. Bunu da biz uşaqları daha çox öyrədici yerlərə, master klasslara apararkən, muzeylərə apararkən orada kəşf eləyə bilirik ki, Aparırsınızmı? Hökmən. Ayda bir dəfə bizim gəzintimiz var. Aha. Bir dəfə master klass olursa, bir dəfə muzey olur. Bir dəfə Məsələn, əyləncə muzeyləri olur. təkcə aparırsınız. Məsələn, başqa yerlər hansılar? Əyləncə maraqlıdır? mərkəzlərinə apara bilirik. Necə deyim, sonra hara aparırıq? Məsələn, bu yaxında master klassa bir həftənin sözüdür. Mən aparmışdım master klassa, şokolad master klassına. Orada şokolad düzəltmə texnikasını öyrəndilər. Uşaqlar çox sevdilər. Hətta valideynlər də kənardan gəlib müşahidə edirdilər və bizə deyirdilər ki, bağçada mütləq belə şeylərə, belə gəzintilərə daha çox yer verin, uşaqların sosial həyatına diqqəti daha çox artırın. Bağça uşağı da onları dərsdən çox əyləncəli saatlar maraqlandırır. Əlbəttə. Hə. Məsələn, Elə bizim aparıram özümüzü götürək. yaş qrupuna uyğun olaraq aparırıq. Məsələn, 1-3 yaş qrupu uşaqları ancaq mən apara bilirəm zooparka, kukla teatrına, şəhər ətrafı parklara, gəzintilərə. Yaş qruplarına uyğun olaraq master klasslara aparırıq. Məsələn, Şuşa teatrı bizə yaxındır, bilirsiniz ki, Binəqədidə. Ora aparırıq vaxtaşırı olaraq. Valideynlər də belə yerlərə aparanda çox sevinirlər. Hələ yadıma gəlmir ki, məsələn 50-60 uşaq var da bağçada. Bir valideyn imtina etsin ki, mənim uşağım getmir. Çox sevirlər uşaqların sosial həyatı ilə. Heyvanlar aləmindən tanışlıq. Bəli, zooparkda heyvanlar aləminə tanışlıq. Bu çox yaxşı. Bizim həyətimiz o qədər genişdir ki, məsələn həyətimizdə heyva, gilas, əncir, təbii meyvələr var. Biz kompotumuzu öz həyətimizdən hazırlayırıq. Hə, gedib mağazadan almırıq. Düzdür, bol olanda almadır, banandır, tutaq ki, meyvələr, meyvə saatında verdiklərimizi demirəm, amma kompotları tutaq ki, əncir, gözəl əncirimiz var, feyxuamız var həyətimizdə və valideynlər gəlib bizim həyətdən çox məmnun olurlar Təbii, ki, ən yaxınlıqda əsas, da Heydər parkı var. Heç aparmağa ehtiyac duymurlar. Ki, elə öz həyəti, öz parka bərabər həyətyanı sahəmiz çox genişdir. Nə gözəl. Ümumiyyətlə uşaqlar təbiətdə olanda Bəli. bambaşqa cür olurlar. Onlar Bəli. həqiqətən də onların sosiallaşması mütləqdir. Yəni baxın mən biraz əvvəl söylədim, danışdım ki, bəzən nitq geriləmələri olan uşaqlar var da, hansı ki biz yönləndiririk rabitəli nitq reabilitasiya mərkəzinə. Baxın, onlarda əsas problem nədir? Danışılmamaq, ünsiyyətin olmaması. Məhz həmişə deyirlər Qeyd ki, etdiyim kimi bağça rol oynayır. Bağça çox mühüm rol oynayır uşağın nitqində. Ona görə də mən sevinirəm ki, həqiqətən 1 yaş yarımdan hətta daha erkən belə valideynlər etibar edirlər məktəbə qədər hazırlıq müəssisələrinə uşaqlarını və nə yaxşı ki, bu da var. Uşağın inkişafı üçün təbii ki, bu çox mühüm amildir, yanaşmadır. Aha. Bunu demək istirdim ki, işləyən anaları nəzərə alaraq bizdə avtoskol proqramı da var. Bu məktəbə gedən uşaqlarımızdır, hansı ki, məktəbə gedirlər, ibtidai sinif. Bizdə ya özləri gətirirlər, ya da bizdə əməkdaşımız olur ki, yaxın məktəblərdən gedir, uşağı gətirir, ev tapşırıqlarını bizimlə edirlər, ibtidai sinif müəllimləri dəvət olunur onun üçün. Bütün filiallarımızda bəli, bu var. Demək, uşaq bağça ilə vidalaşdıqdan sonra siz ondan ayrılmırsınız. Ayrılmırıq. Bəli, hazırda var. Bağça ilə vidalaşıb, yaxın məktəblərə gedib və valideyn prodlyonka kimi deyək də gətirir bizim bağçada axşama kimi davam etdirir. Asudə vaxtı bizdədir, qidalanması bizdədir, ev tapşırıqlarını edirik. Bu şəkildə valideynlər rahat olur. Bu sadəcə aiddir də, 1-ci sinifdən 4-cü sinifə. Çünki hər halda müəllimlərin də axı biliyi buna qədər kifayət etməlidir də, çünki uşağın Yayda da daha çox bizdə Yeni Yasamal filialımızda üzgüçülüyümüz var. Ona maraq daha çox olur. Əfsuslar olsun ki, qışda sevmirlər valideynlərimiz, deyirlər soyuqdur. Amma əslində qapalı hovuzdur, istidir. Yenə ondan yararlanmaq olar, amma valideynlərdə bu xəstəlik qorxusu var deyə onlar da anlayışla qarşılayır. Amma yayda əla, yəni mütəmadi olaraq aparırsınız bu üzgüçülüyə. Elə bağçamızın nəzdindədir üzgüçülük.
Bağçanın nəzdindədir. Bəli. Yeni Yasamal filialındadır bir tək orada. Bir tək orada. İnşallah hər bir filialınızda həqiqətən olar. Çünki yayda uşaqların ən çox sevdiyi, mən sizə deyim ki, çimərlikdir, hovuzdur. Elə niyə də uzağa getsinlər elə. Çünki bəzən həftə sonu gözləmə məcburiyyətinə qalırlar uşaqlar ki, həftə sonu olacaq, biz çimərliyə gedəcəyik və yaxud da ki, hovuzda yaralanacağıq, hovuzda çiməcəyik. Ona görə də bu əyləncəni elə həftə içi də yarada bilirsiniz. Aydındır, əla. Məlumatlar çoxdur. Görürsüz, bir araşdırdıqca ortaya çıxır. İndi düşünün ki, 1 saatlıq efirə biz bunu sıxışdırıb danışırıq. Amma siz əlaqə nömrəsini indi İlgün xanım söyləyəcək, müraciət edəcəksiniz. Bütün bu məlumatları, hətta bundan da artıq olan məlumatları İlgün xanımdan alacaqsınız. İndi İlgün xanımın yadında olanlar budur da. İndi yadına düşdükcə görürəm ki, elə biraz keçəcək. İndi mən reklamlara bağlanacağam. Reklamdan qayıdandan sonra da yenə nəsə yeni bir məlumat deyəcək. Nə gözəl. Deyə bilərsinizmi əlaqə nömrəsini? Sizdə olan nömrədə 050. Yox, hansı filialda üzgüçülük məsələn var idi? Yeni Yasamalda elə 050 988 3062 ilə əlaqə saxlasalar ətraflı məlumat veriləcək. 050 860 necə? 988 3062 nömrəsi ilə. Bax belə. Reklamlarımız olacaq. Reklamlardan sonra söhbətimiz davam edəcək. Bu gün Smart Education Bağçalar şəbəkəsinin rəhbərlərini dəvət etmişik bu gün studiyamıza. Çox maraqlı bir söhbət gedir. Əsas etibarilə uşaqlarımızdan danışırıq. Onların inkişafının üçün nələr etmək olar, hansı məsələn layihələr, hansı yeni fəaliyyət istiqamətlərindən danışmaq olar. Sağlam təhsil reklamlardan sonra davam edir. Çox qısa, çox qısa bir vaxtımız var. İstəyirəm İlgün xanım, Nailə xanım, siz danışasınız. Planlarınız nədir? Daha nələr düşünürsünüz uşaqlarımızın inkişafı üçün? Həm Minika uşaq bağçasında, həm də ümumilikdə Smart Education Bağçalar şəbəkəsində. Bağçalar şəbəkəmizdə bizdə iyun ayından artıq yay məktəbimizə start verilir. 6-12 yaş aralıq uşaqlar üçün bu təşkil olunur. Proqramla yaxından tanış olmaq istəyən nömrəmizlə əlaqə saxlayar, hazır şəkildə proqram göndəriləcək. Çox maraqlı olur. 2 ay müddətində olur? Bəli, iyunun 15-dən sonra başlayır, məktəblər bitdikdən sonra iyul, avqustun 15-nə qədər davam edir. Bir də hansı yaş qrupunda uşaqları qəbul edirsiniz? 6 yaş, 12 yaş. 6 yaşdan 12 yaşa qədər. Aha. Siz Nailə xanım nə düşünürsünüz ümumiyyətlə gələcəkdə nəsə uşaqlarımızın inkişafı üçün? Elə biz də Yeni varmı düşüncələriniz, layihələriniz? Smartın qurduğu layihələr ətrafında. Aha, inşallah reallaşdıracaqsınız. Biz də reallaşdıracağıq. Düşərli olsun hər bir layihədə, planlarınızda inşallah reallaşsın. Uğurlar sizə arzulayıram, gənc xanımlarsınız. Həqiqətən də mən belə başa düşürəm ki, doğrudan da bu cür gülərüz xanımlar çalışmalıdır məktəbə qədər hazırlıq müəssisələrində, bağçalarda. Çünki valideyn də belə pedaqoqları, belə insanları görəndə uşaqlarına etibar edir həmin müəssisəyə. Mən elə gəlir ki, razılaşarsınız bundan. Bəli, əlbəttə ki. Təşəkkür edirik bir daha gəldiyinizə görə. Mən bir daha xatırladıram. Smart Education Bağçalar şəbəkəsi bugün qonağımız idi və Smart Education Bağçalar şəbəkəsinin təsisçi direktoru İlgün Valih qızı və Minika uşaq bağçasının rəhbəri filoloq Nailə Hətəmova idi qonağımız. Bir daha təşəkkürlərimiz Rabitəli Nitq Reabilitasiya Mərkəzinə, World Career və Peşə Mərkəzinə və eyni zamanda Başkəndə və eyni zamanda xatırladım ki, Başkənd Catering ailənizin xoş günlərini keçirməkdə sizə yardım edəcək şirkətlərinizin korporativ qidalanmasını təmin etmək, həm də ümumiyyətlə tədbirlərinizi, açılışlarınızı etmək baxımından güvəndiyiniz məkan ola bilər Başkənd Restoranlar şəbəkəsi. Sağlam təhsil beləcə işini başa çatdırdı bugünlük, amma sabah da maraqlı bir qonağımız olacaq, maraqlı bir mövzumuz olacaq. Təhsildən danışacağıq, təbii ki, təhsildə olan yeniliklərdən danışacağıq. Sabaha qədər sağ olun.